Bu İmam Səccad Aleyhisselamın duasıdır. O qədər ağlasam ki, gözüm hədəqəsindən çıxıb tökülsə, o qədər nalə eləsəm ki, səsim batsın, o qədər ayaq üstə dayanım ki, ayaqlarım gücdən düşsün, yorulsun, o qədər səcdə eləyim ki, gözlərim tökülsün, ömrüm boyu yemək əvəzinə torpaq yiyim, münacatın dərəcəsinə baxım. O qədər zikir deyim, dilim gücdən düşsün, lal olum, danışa bilməyim. Xəcalətdən başımı qaldırıb sənə nəzər eləyə bilməsəm, bütün bu hallar olsa, layiq deyil bir günahım bağışlansın. Bunu oxuyanda adam ümidsizliyə düşməlidirmi? Ümidsizliyi yaranmalıdır insanda. Yəni bu qədər çətindir Allahın bağışlamağı, xeyr, Allahın bağışlamağı çox asandır. Allah səri-ər-rizadır, tez bağışlayır. Amma biləsən ki, layiq olduğuna görə bağışlamır. İmam Səccad Aleyhisselam bunu deyir. Deyir, rəhmətinə yaz, öz ləyaqətinə yazma.